1 yaşdan 3 yaşa qədər uşağın inkişafının vacib mərhələləri. Uşağın inkişaf normalarını bilmək valideynlər üçün son dərəcə vacibdir. Bu, tibbi personalın müdaxiləsini tələb edən sapmaları vaxtında aşkar etmək üçün mümkün bir üsuldur. Belə ki, hər yaş üçün müəyyən yaş inkişaf meyarları mövcuddur. Məsələn, 1 yaşında olan uşaq artıq həmyaşıdları ilə ünsiyyət qurmağa başlayır, danışmağı öyrənir, onun lüğətində artıq bəzi hecalar və ya hətta sözlər olur. Bir çox uşaqlar artıq yaxşı dayanır və ya yeriyirlər. 2 yaşında olan uşaq artıq aktiv şəkildə sözlər deyir və bəzən hətta cümlələr qurur, suallar verir. Yaddaş və diqqət bacarıqları yaxşılaşır. O, eşitdiyi sözləri yadda saxlayıb təkrarlaya bilir, tanış əşyaları tanıyır. O, inamla yeriyir, çömbəlir, tullanır və qaçır. Uşaq artıq daha mürəkkəb emosiyalar göstərməyə başlayır. Məsələn, sevinç, kədər, qəzəb. O, öz emosiyalarını idarə etməyi və onları düzgün ifadə etməyi öyrənir. 3 yaş. Uşaq pilləkənlə qalxmağı öyrənib, xırda motor bacarıqlarını fəal şəkildə istifadə edir. Özünə qulluq etməyi öyrənməyə başlayır. İlk dəfə öz-özünə geyinməyə və soyunmağı cəhd edir. 3 yaşında uşağın təxəyyülü fəal şəkildə inkişaf edir. Uşaq fantaziya qurmağı öyrənir, rollu oyunların süjetlərini yaradır və onlarda iştirak edir, şəkil çəkir. Uşaqda ilk gecə qorxuları, kabuslar yarana bilər. Uşaq artıq rəqəmləri, rəngləri, hərfləri öyrənir. Uşaq nəqliyyat vasitələrini, velosiped, skuter, balans velosipedini mənimsəyir.